Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə Mədəniyyət Nazirliyinin Elmi Metodiki və İxtisas Artırma Mərkəzi tərəfindən təşkil olunan ustad dərsləri davam edir. 12 ixtisas üzrə keçirilən silsilə dərslərdə şagirdlərin alətlər üzrə ifaları dinlənilir, alətin çalğı texnikası barədə məlumat verilir. Balaban ixtisası üzrə dərs Üzeyir Hacıbəylinin ev muzeyində əməkdar artist Şirzad Fətəliyevin iştirakı ilə keçirilib. Kamança üzrə ustad dərsi Leopold və Mistislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbində əməkdar artist Toğrul Əsədullayev tərəfindən aparılıb. Fortepiano ixtisası üzrə ustad dərsi isə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbində professor Nərvinə Quliyevanın rəhbərliyi ilə keçirilib. Balabanın təbliği ilə bağlı, balabanın inkişafı ilə bağlı biz baxdıq tələbələrin inkişaf gücünə və müəllimlərin onlarla necə öyrətməsinə, metodika işlərinə baxdıq. Tələbələrdə müəyyən öz tövsiyələrimizi verdik, təbii ki, istər müəllimlərə, istər tələbələrə o təcrübəyə əsaslanaraq. Bu layihə bizim musiqi alətlərimizə çox böyük təkan verən bir layihədir. Çünki biz gərək öz musiqi alətlərimizin keşiyində duraq. Bu zəhmət tələb eləyən, məşq tələb eləyən bir sənətdir. Bütün iştirakçılara uğurlar arzu edirəm.